Vallahi, mən hər dəfə deyirəm, müsəlman insan Allahı tanımasa, ondan qorxa bilməz. Heç vaxt. Allahı bilməsə, tanımasa, Allahı sevə bilməz. Allahı tanımasa, Allaha təvəkkül edə bilməz. Necə təvəkkül edirsən Allaha? Məsələn, bir müsəlman gəlib deyir ki, mənim təvəkkülüm güclüdür Allaha. Maşallah, Allahümmə bərik. Kimdir Allah? Vallahi Rəşə qardaş, bilmirəm heç. Nə bilim. Kimə təvəkkülün güclüdür qardaş? Nədir o təvəkkül? Vallahi Rəşə qardaş, məndən çox Allahdan qorxan yoxdur. Kimdir Allah? Bilmirəm. Məndən çox Allahı sevən yoxdur. Kimdir Allah? Bilmirəm qardaş. Bunu bu elmin miqdarında, bilməyin miqdarında sevirsən, qorxursan, ümid edirsən. Vallahi tanıdıqca ümid edirsən. Tanıdıqca qorxursan. Tanıdıqca təvəkkül edirsən. Tövbə edirsən. Və belə. Ona görə fikir verin. İnsanlar içərisində ən çox Allahı tanıyan kimdir? Kim idi? Muhammed sallallahu aleyhi və səlləm. Ən çox da qorxan o idi. Deyirdi ki, mən sizin içərinizdə, ey insanlar, Allahdan ən çox qorxanam. Yəni birdən elə bilərsiniz ki, məndən çox içərinizdə Allahı tanıyan var. Yoxdur. O ən çox tanıyırsa, deməli, ən çox o qorxurdu Allahdan, subhanahu və teala. Ona görə çox vacibdir və əzəmətli elmdir. İmam İbn-i Qeym rahiməhullah deyir ki, səhv eləmirəmsə Mədəricü Səlikin kitabında deyir, Allaha ən kamil ibadət edənlər Allahın adları ilə ibadət edənlərdir. O da nə vaxt olur? Biləndən sonra. Biləndən sonra. Allaha ən kamil ibadət edənlər Allahın adları ilə təabbud ibadət edənlərdir deyir. Ona görə Peyğəmbər sallallahu aleyhi və səlləm ən çox, ən üstün ibadət edən idi.